İdris adlı dostumuz var, onun da başına gəlib. O universitetdə oxuyarkən dərsdən qaçırdı, gəlirdi cümə namazına. Sonra gəldi, Hacıq cümə xutbəsində danışıb ki, bir tələbə dərsdən qaçıb cümə namazına gəlirsə, o həqiqi dindar ola bilməz. Və o orada o söhbəti tutmuşdu. Error vermiş. Və ondan sonra həmin dostumuz da cümə namazında görmədi. Ondan sonra qayıb almadı dostumuza. Mən çox təşəkkür edirəm bu verilişi Hacıya həsr etdiyinə görə. Allah köməyiniz olsun. Çox sağ olun, var olun. İnşallah bu layihəniz uğurlu olsun, davamı olsun. İnşallah səni daha böyük layihələrdə, daha böyük ekranlardan izləyək, səsin daha yüksəklərdən gəlsin inşallah. Sinema ekranları inşallah. İnşallah sinema ekranlarda görək səni. Allah köməyin olsun. Çox sağ ol, minnətdarım. Təşəkkür edirəm Qədir bir daha. Bizi izləyənlərə də xatırlatmaq istəyirəm ki, layihəyə Coffee Al platforması üzərindən dəstək ola bilərsiniz. O platformaya keçid videonun altındadır. Mən əvvəlki videolarda yanlışlıqla demişdim ki, orada dəstək minimum 1 manatdan başlayır. Bu platforma nədir? Siz ora keçid edirsiniz. Şərti olaraq Coffee alırsınız. Deməli, layihə dəstək 5 manatdan başlayır orada. Bu yerli platformadır. Siz orada tək mənim yox, başqa kontent yaradanlar da var. Onlara da baxsaz